Ümumilli lider Heydər Əliyevin 103-cü il dönümünə həsr olunmuş tədbirə toplaşan qonaqlar əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib önünə tər güllər düzüblər. Heydər Əliyev muzeyində qonaqlar dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər. Bugün Azərbaycanın hər yerində, dünyanın bir çox ölkələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 ili bayram günü kimi qeyd olunur. Bu bayram mənə belə gəlir ki, Heydər Əliyevin vətənində, Heydər Əliyevin böyüdüyü, başa çatdığı, özünün doğma vətəni hesab elədiyi Naxçıvanda daha mənə belə gəlir ki, yüksək səviyyədə qeyd olunur. Biz də Bakıdan, Bakı şəhər Yasamal rayon Yeni Azərbaycan Partiyası və Nəriman rayon Yeni Azərbaycan Partiyası təşkil edib 60 nəfərə yaxın insan gəlmişik. Naxçıvanda Azərbaycanın bu qədim diyarında Ulu Öndərin 103 illiyini qeyd edilir. Onun haqqında çox xatirələrim var. Bugün Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan milləti nəyə sahibdirsə, onun hamısına görə məhz Ulu Öndər Heydər Əliyevə, onun bugünkü layiqli davamçısı Müzəffər Ali Başkomandan İlham Əliyevə borcludur. Naxçıvan şəhər icra hakimiyyətində davam edən tədbirdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Çıxışlardan öncə Ulu Öndərin zəngin həyat yolunu, çoxşaxəli siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib. Heydər Əliyev nüması bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amil. Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Yasamal rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yasamal rayon icra hakimiyyətinin sektor müdiri ehtiyatda olan polkovnik leytenant Samir İsmiyev və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov çıxış ediblər. Çıxışlarda ümumilli lider Heydər Əliyevin dövlətimiz qarşısında tarixi xidmətlərindən bəhs edilib. Onun yalnız siyasi lider deyil, həm də müasir Azərbaycan dövlətçiliyinin memarı, strateji düşüncənin və uzaqgörən siyasətin simvolu olduğu bildirilib. Ulu Öndərin siyasi kursunun bugün Azərbaycanda layiqincə davam etdirildiyini bildirən natiqlər zəfər tariximizdən iftixarla bəhs ediblər. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Mən bugün çox qürurluyam ki, bu tədbirdə iştirak etdim. Həqiqətən çox qürur vericidir ki, bəs milli liderin min bir əziyyətlə yaratdığı bu Naxçıvan qadını hərbi lisey məzun olmuşam və onun bir çox liseydə oxuyarkən və hərbi məktəbdə oxuyarkən canlı bir ali baş komandan kimi tövsiyələrini, əmrlərini dinləmişəm və bizə verdiyi tapşırıqları sırada olaraq bir gələcəyin zabiti kimi beynimizə tək mən yox, digər zabitlər də həkk etmişik və şükürlər olsun ki, bu günləri biz Müzəffər Ali Baş Komandanın başçılığı altında milli liderin bizə verdiyi o tövsiyələri, o tapşırıqları qətiyyətlə yerinə yetirdik və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdik. Buna görə çox qürurluyam. Tədbirin bədii hissəsində dahi şəxsiyyətə, vətənə, suverenliyə həsr olunan mahnılar tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb. Hafiz Əliyeva, Rəşad Əkbərov, NTV Xəbər.